Hörmətli sürücülər, 20 yanvar dairəsində yenilik edilib. Artıq bu hissədə cərimələnə bilərsiniz. Moskva prospektinin Müzəffər Həsənov və Zərdabi küçələri ilə kəsişdiyi yerdə sarı tor çəkilib. Xaca görə sürücülərin tez-tez şikayətləndiyi bu ərazidə avtobuslarda kəsişmənin qarşı tərəfinə keçərkən xeyli vaxt itirirdi. Problemi həll etmək üçün aidiyyatı qurum tərəfindən əraziyə sarı tor çəkilib. Yeniliyin tətbiqi ilə avtomobillərin həmin torun olduğu yerdə dayanması qadağan edilib. Yəni qarşıda tıxac olarsa, avtomobillər torlu hissəni boş saxlamalı və avtobusların, eləcə də sağdan gələn digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalıdır. Avtomobilin sarı torun üzərində saxlanmasına görə isə siz İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə görə 100 manat, 3 bal cərimə oluna bilərsiniz. Bəs sizcə, sarı torun çəkilməsi 20 yanvar dairəsindəki vəziyyəti düzəldə bilərmi? Başqa hansı ərazilərdə sarı torun çəkilməsinə ehtiyac var?